iki imam mövlududur, bir də İmamzadədir Həzrət Əbülfəz ağa. Amma bilirsiniz də məqamı ifadə olunacaq həddən daha yüksəkdir Həzrət Əbülfəzin. Onun barəsində məsumlar elə sözlər deyib ki, heç kəs haqqında bu sözlər deyilməyib. Hamı İmam Hüseynə deyir ki, canım sənə qurban olsun. İmam Hüseyn Əbülfəz ağaya deyir ki, bi nəfsi əntə, canım sənə qurban olsun. İmam Səccad oturmuşdu, Həzrət Əbülfəzin oğlu daxil oldu içəri. İmam Səccad ona baxdı, dedi ki, bunun atasına qiyamətdə, yəni Həzrət Əbülfəzə qiyamətdə elə bir məqam verəcəklər ki, bütün şəhidlər onun məqamına qibt edəcək. Yəni şəhid nə qədər uca məqamdır, şəhadət özünə böyük bir zirvədir. Əbülfəz ağa haqqında buyurur ki, imam buyurur ki, şəhidlərin hamısı ona qibt eləyəcək. Ona elə bir məqam veriləcək ki, Əbülfəzin məqamını görəndə şəhidlər hamısı həsrət çəkəcək. Bir insan ki, şəhidlər, biz şəhidlərə baxanda hamımız həsrət çəkəcəyik ki, kaş bizə bu məqam nəsib olardı. Şəhidlər də ona baxıb qibt eləyəcək ki, kaş o məqama çatardıq. Yəni zirvədədir Həzrət Əbülfəz ağa. Onun haqqında İmam Sadiq əleyhissalam buyurur ki, nafizəl bəsirə, o bəsirət sahibidir, iti bəsirət sahibidir. Bəsirət çox geniş anlayışdır. Bəsirət zamanı tanımaqdır. Bəsirət vəzifəni bilməkdir. Bəsirət hadisələrə düzgün qiymət verməkdir. Hər bir hadisə zamanı düzgün mövqe tutmaqdır. Bəsirət Allahın ayələrini görməkdir. Bəsirət pərdə arxasını görməkdir. Bütün bu xüsusiyyətlər Həzrət Əbülfəz ağada olub. Bir dəfə də görmədik ki, İmam Hüseynə nəsə başqaları kimi nəsə bir nəsihət eləsin, uzun uzadı nəsə soruşsun. İmam Hüseyn əleyhissalamın mövqeyini tam şəkildə başa düşüb qəbul edən və ona axıra qədər vəfadar olan, sadiq qalan bir şəxsiyyətdir Həzrət Əbülfəz. Onun ziyarətində belə bir cümlə var. Esselamu aleyke eyyuhəl abdus salih. Salam olsun sənə ey salih bəndə. Abdus salih böyük məqamdır. Allah Quranda hansısa Peyğəmbəri tərifləyəndə buyurur ki, ni'məl abd, gözəl bəndədir. Peyğəmbərləri tərif edərkən bəndə sözündən, əbd sözündən istifadə edir. Yəni ni'məl abd, yəni nə gözəl bəndədir. Həzrət Əbülfəz ağa abdus salihdir. Bir alim deyir ki, biz hər dəfə namazda ona salam deyirik. Esselamu aleyna və ala ibadillahis salihin. Salam olsun bizə və Allahın salih bəndələrinə. Bu da əbd-i salihdir. Yəni hamısının içində xüsusi seçilən bir bəndədir. Namazın salamının içində də yer alıb. Yəni onun adını birbaşa çəkməsən də hər namazda müsəlmanlar hər gün ona salam verir namazın daxilində, onun namazın içində. Çünki salih bəndələrdən öndə gedəni Həzrəti Əbülfəz əleyhissalamdır.